Soba istifadə etmədən çox ləzzətli tort hazırlayacağınızı bilirdiniz. Xırçıltılı, yüngül, plambir dadında bu resepti sizlərə təqdim edirəm. İlk öncə kremi hazırlamaqla başlayıram. 1 stəkan şəkər tozuna 3 yemək qaşığı qarğıdalı nişastası, 1 paket vanilin, 2 yumurta və 3 stəkan süd töküb qarışdırıb ocağa qoyuram. Əlimi saxlamadan orta ateşdə qarışdıraraq bişirirəm. Qaynamağa başlayan anda ocaqdan götürüb 50 qram kərə yağı, yarım portağalın suyu və 1 xörək qaşığı portağal rəndəsi vurub qarışdırıram. Soyuması üçün başqa qaba töküb üzəri qabıq tutmasın deyə örtüb kənara qoyuram. Daha sonra umacı hazırlamağa başlayıram. 3 stəkan una, 1 stəkan şəkər tozu, 1 paket vanilin, 1 bütöv portağalın rəndəsi və 150 qram kərə yağı əlavə edib əlimlə umac halına gətirirəm. Umacı orta ateşdə əlimi saxlamadan qovurmağa başlayıram. Rəngi dəyişib quruduqdan sonra ocaqdan götürüb soyumağa qoyuram. Və qat-qat umac, sonra krem olmaqla tortu yığmağa başlayıram. Hazır olduqdan sonra soyuducuda bir neçə saat özünü tutması üçün gözlədirəm. Tortumuz hazırdır. Bəyəndinizsə resepti yaddaşa verməyi unutmayın.